Danışırıq bitkilərin həyat dövründən. Açar sözlərimiz həyat dövrü, sporangi, protal, protonema. Yeni sözlərdir təbii ki. Biz bunlarla bugün tanış olacaq. Görək harda istifadə edirik bu sözləri. Paxlalı bitkinin müxtəlif həyat mərhələlərini göstərən A və B şəkillərini müqayisə edin. Deməli görürük toxum, toxumu cücərtdik, cücərt əmələ gəldi. Cücərtdən cavan bitki sonra nə baş verəcək? Təbii ki, mayalanma gedəcək. Öz-özünə tozlanan bitkidir və öz üzərində erkəkciyi, dişiciyi var və mayalanma getdikdən sonra paxla meyvəsi əmələ gələcək və toxumu yayılacaq. Bayaq dediyimiz kimi paxla meyvə qurudu. Qurub çox toxumlu meyvə olduğuna görə quruduqdan sonra toxumlar ətrafa səpələnə biləcək. Burada şəkildə gördüyümüz isə yenə toxum, cücərti, cavan bitki, tozlanma, mayalanma, paxla meyvə, toxumun yayılması. Sizcə hansı şəkil daha yaxşı və ətraflı məlumat verir? Hansı şəkil paxlalı bitkinin ömrünün dayanmayan bir dövrədə davam etdiyini göstərir? Necə düşünürsünüz? Digər şəkil nəyi göstərmir? Çiçəkli bitkilərin çoxalması zamanı hansı proses baş verir? Təbii ki, şəkildə gördüyümüz bu B şəklində bir döngünü xatırladır bizə. Yəni toxum yarandı, toxumdan cücərti, cavan bitki tozlandı, mayalandı, paxla meyvə əmələ gəldi, toxum yayıldı, töküldü torpağa. Yəni bu mütəmadi olaraq davam edən bir prosesdir. Burada isə birinci şəkildə elə göstərilib ki, toxum əmələ gəldi, toxum yayıldı və salam, bitdi, getdi. Amma elə deyil. Təbii ki, həmin toxumdan yenidən, yəni bu dövrə tamamlanır və yenidən inkişaf edir. Bu formada yadımızda saxlayırıq. Ona görə də B şəkli deyirik ki, daha doğru şəkildir. Toxumun cücərməsindən inkişaf etmiş yetkin bir bitkiyə çevrilib, öz toxumunu əmələ gətirənə qədər bitkinin həyatında baş verən bütün dəyişikliklər bu bitkinin həyat dövrü adlanır. Çünki həyat dövrünün bütün mərhələləri hər dəfə yeni bitki yarananda təkrarlanır. Bəzi bitkilər toxum verdikdən sonra məhv olur. Digər bitkilər hər il çiçək açır, toxum əmələ gətirir. Təbii ki, bu toxumlu, meyvəli bitkilərə aiddir. Hansının ki, toxumu, meyvəsi var. Onlarda bu döngü tamamlanmalıdır da, yəni bitməlidir. Çiçəkli bitkinin həyat dövrü, işin gedişi, şəkildə bitkinin həyat dövrünün mərhələləri təsvir olunub. Cədvəli dəftərinizə çəkin. Şəkillərə sizə mərhələləri düzgün ardıcıllıqla qeyd edin. Hər bir mərhələnin adını, haqqında məlumatlar cədvəldə yazın. Nümunə olaraq bir mərhələ üçün məlumatlar yazılmışdır. Burada da gördüyümüz kimi yenə həmin birinci şəklə uyğundur. Toxum, cücərti, ondan sonra toxumun yayılmasıdır, toxumun cücərməsidir, qabığı ayrıldı, mayalanma getdi. Yəni bu ardıcıllığı tamamlamalıyıq. İlk öncə biz bilirik ki, çiçəkdir. Çiçəyin üzərində mayalanma prosesi getdi. Mayalanma getdikdən sonra toxum əmələ gəldi. Toxum əmələ gəldikdən sonra isə toxumların yayılması baş vermiş olacaq. Gəlirik bura. Müzakirə edin. Həyat dövrünün hansı mərhələsində erkək və dişi qametlər birləşir? Temperaturun, iqlimin dəyişməsi nəyə səbəb ola bilir? Cədvələ başqa nəsə əlavə edə bilərsinizmi? Gəlin baxaq indi. Bitkinin həyat dövründə hər bir mərhələ vacibdir. Mərhələlərdən biri pozularsa, həyat dövrü davam edə bilməz. Çiçək tozlanmasa, yumurta hüceyrə mayalanmayacaq və bitki yeni toxum əmələ gətirməyəcək. Toxumlar su almazsa, onlar cücərməyəcək və yeni bitki inkişaf etməyəcək. Toxumlar cücərə bilmirsə, yeni bitki əmələ gəlməyəcək. Gördüyümüz kimi hamısı biri-birindən asılı olan proseslərdir. Gəlin baxaq çılpaq toxumlu bitkilərin həyat dövrü necədir? Bitkilərin heç də hamısı öz həyatının müəyyən bir dövründə çiçək əmələ gətirmir. Çiçəksiz bitkiləri toxumlar və ya sporlar vasitəsilə çoxala bilən bitkilər kimi qruplaşdırmaq olar. Deməli, çiçəksiz bitkiləri necə qruplaşdırdıq? Toxumlar və ya sporlar vasitəsilə çoxala bilən bitkilər. Şam, küknar, ardıc kimi bütün başqa iynə yarpaqlı bitkilər toxumla çoxalır. Onların toxumları dişi qozaların daxilində əmələ gəlir. Toxumlar qoza pulcuqların üzərində açıq halda yerləşdiyinə görə bütün iynə yarpaqlıları çılpaq toxumlu bitkilər adlandırırıq. Bizim gördüyümüz bu bitki məktəblərin də həyətində çox görürük, bağçalarda, xəstəxanalarda. İndi onu da deyəcəm, niyə əsasən o hissələr, o yerlərdə daha çox əkilir. Və yetkin bitkini gördüyümüz kimi bunun üzərində biz nə görürük? Gövdə görürük, yarpaqlarını görürük və qozalar görürük bitkinin üzərində. Kökləri də var təbii ki, amma çiçək görmürük, meyvə görmürük və bitkinin üzərində ümumiyyətlə biz 4 formada qoza görə bilərik. Bu qozalar hansı qozalardır? 3 növ dişi qozalar, bir növ isə erkək qoza görəcəyik. Bu qozaların, deməli, bax gördüyümüz kimi burada rənglərini verməyib, amma yadımızda saxlayaq. Erkək qozalar yaşılımtıl sarı və yaxud da sarımtıl yaşılda deyirik. Sarımtıl yaşıl daha çox qozalardır və onların içərisində tozcuqlar yetişir. Bax gördüyümüz kimi tozcuqlar və bu da erkək belə deyək də, erkəkcikli, daha çox spermlərin
işarəsidir. Bax bu işarə, bu isə dişiciyin işarəsidir. Biz bunu yəqin ki görmüşdük, yadımıza düşdü. Və tozcuqlar gəldi. Burada dişi qozalar görürük. Dişi qozaların rəngi isə qırmızımtıl olur. Qırmızımtıl. Və həmin bu qırmızımtıl qozalarda nə edəcək? Pulcuqların aşağı hissəsində, alt hissəsində yumurtacıq var və həmin yumurtacıqda mayalanma prosesi gedəcək. Mayalanma prosesi getdikdən sonra toxum əmələ gələcək və bu toxumları isə təbii ki biz çılpaq toxumlularda ağacın üzərində dedim axı 4 növdə qoza gördük. Hansılar oldu? Sarımtıl, yaşıl, sarımtıl, yaşıl. Ondan sonra görürük qırmızı, yaşıl və qonur qozalar. Dərsliyimiz bunu yazmasa da, amma siz qeyd edin bir yerə. Yaşılımtıl sarı, sarımtıl yaşıl deyək, bu erkək qozalar oldu. Amma qırmızı, yaşıl, qonuru isə bunların üçü də dişi qozalara aiddir. Aha, biz dedik ki, tozlanma getdi, mayalanma getdikdən sonra həmin bu qırmızımtıl qozaların rəngi dəyişib yaşıl olacaq və orada mayalanma prosesi getdikdən sonra toxum əmələ gələcək və toxumu isə get-gedə başlayacaq inkişaf etməyə. Yəni hər pulcuğun arxasında 2 dənə toxum inkişaf edəcək. Toxumların dediyim kimi hər birində bir dənə qanadçığı olacaq və həmin qanadçıqlar vasitəsilə toxum yayılıb torpağa düşəcək, cücərtə əmələ gətirəcək və o cücərtdən də yeni bitki inkişaf etmiş olacaq. Və beləcə biz həmin bu çılpaq toxumluların həyat dövrünün tamamlandığını gördük. Necə? Tozcuqlar düşdü, mayalanma prosesi getdi, mayalanma getdikdən sonra isə toxum əmələ gəldi, toxumdan da yeni bitki inkişaf etdi, yeni bitkinin üzərində qozalar inkişaf etdi. Bu formada biz çılpaq toxumluların həyat dövrünün tamamlandığını gördük. Yenə burada da qeyd olunur, erkək qozada yetişmiş tozcuqlar tökülür. Külək vasitəsilə dişi qozaların pulcuqları üzərindəki yumurtacığın səthinə düşür. Burada tozlanma, mayalanma baş verir, toxum əmələ gəlir. Yetişmiş qanadçıqlı toxumlar külək tərəfindən ətrafa yayılır. Əlverişli şərait olduqda torpaqda cücərir. Bu da oldu çılpaq toxumların həyat dövrü. Gəlin baxaq sporlu bitkilərin həyat dövrünə. Ümumiyyətlə biz dedik ki, bitkiləri bölürük 2 yerə. Bunlar hansılar oldu? Gəlin belə qeyd edin, dəftərinizə mütləq yazın. Bitkilər bölünür 2 yerə. Deməli, hansılardır? İbtidai bitkilər. Bir də var, ali bitkilər. İbtidai bitkiləri yadınızda saxlayın ki, bura ancaq yosunlara aiddir. Ali bitkilər isə bölünür 2 yerə. Toxumlu, bir də var sporlu. Toxumlu bitkilərə aiddir çılpaq toxumlu, yəni bayaqdan danışdığımız çılpaq toxumlular və bir də hansılardır? Örtülü toxumlular. Örtülü toxumlular. Aha. Sporlulara isə nələrə aid olacaq? Mamırlar, qıcılar, qatır quyruğu, plaunlar. Bunları mütləq qeyd edin. Aha. İndi burada biz sporlu bitkilərin həyat dövründən danışırıq. Burada şəkildə qeyd olunan hansı olacaq? Qıcı bitkisidir. Mən buranı silim. Görmək rahat olsun. Aha. Deməli, sporlar vasitəsilə çoxalan çiçəksiz bitkilərə qıcılar və mamırlar aid edilir. Niyə böyüdü? Aha. Sporlar kiçik və yüngüldür. Onlar çoxlu sayda əmələ gəlir və külək vasitəsilə ətrafa yayılır. Sporlar baxın, bax bitkidir, yetkin qıcı bitkisidir. Qıcı bitkisinin yarpağının alt hissəsinə baxsaq, orada sporangilər yetişir. Sporangilər yarpağın alt hissəsində olur və onun içərisində sporlar yetişir. Bax bu bir sporangidir və içərisində sporlar yetişir. Sporlar düşdü torpağa, torpağa düşdükdən sonra cücərtə əmələ gətirir. Bu ilk cücərtinin adı protal adlanır. Gördüyümüz kimi ürəyə bənzəyir sanki. Bax belə bir protaldır. Onlar da çoxlu sayda əmələ gəlir. Yəni nələr sporlar külək vasitəsilə ətrafa yayılır. Əlverişli şərait yarandıqda sporlar cücərir və yeni cavan bitkilər inkişaf edir. Bax gördüyümüz bu protalın üstündə isə dişi qametlər və erkək qametlər əmələ gəlir. Dişi və erkək qametlərin mayalanması nəticəsində, bax bu erkək qamet, bu da dişi qamet. Bunların ikisinin mayalanması nəticəsində zigot əmələ gəlir və həmin ziqotda protalın üstündədir. Fikir verin. Sonra protal məhv olacaq və yeni cavan bitki inkişaf etmiş olacaq.
Bir də deyirəm, deməli yetkin bitki qıcı bitkisidir. Yarpağın alt hissəsində sporangiləri yetişir. Sporangi meyvə falan deyil, sadəcə olaraq belə yumru başçıq formasında bir şeydir. Onun içərisində sporlar yetişdi. Sporlar külək vasitəsilə töküldü torpağa. Orada yeni cücərti, yəni ilk cücərti əmələ gətirdi. Bu cücərtinin adı adlandı protal. Protal ürək formasındadır. Alt hissəsində bunun torpağa yapışmaq üçün rizoidləri var. Bax, bu çıxıntıları rizoidlər adlanır. Alt hissəsində deməli nəyi oldu bunun? Dişi və erkək qametləri yerləşdi, yetişdi və orada mayalanma getdi. Mayalanma gedəndən sonra isə, yəni zigot əmələ gəldi. Zigotdan da yeni cavan bitki inkişaf etdi protalın üzərində. Sonra protal məhv oldu, yetkin bitki inkişaf etdi. Bu da sporlu bitkilərin həyat dövrü. Deməli, dərsliyimizdə nə verir? Əlverişli şərait yarandıqda spor cücərdi, yeni cavan bitki inkişaf etdi. Adətən rütubətli, kölgəli yerlərdə bitən qıcı bitkisinin yarpaqlarının altında sporangi topaları yerləşir. Qonur rəngli sporangilərdə sporlar əmələ gəlir. Yetişmiş sporlar tökülür, küləklə yayılır, əlverişli şəraitə düşdükdə cücərir. Yaşıl lövhəcik şəklində qıcının ilk cücərtisi protal əmələ gətirir. Protal alt səthi üzərində əmələ gələn erkək qametlər su ilə yumurta hüceyrə tərəfə üzərək onunla birləşir və mayalanma baş verir. Zigotdan cavan qıcı bitkisi inkişaf etmiş olur. Bu da bunların həyat dövrü. İndi gəlin mamırların həyat dövrünə baxaq. Mamırlarda isə rütubətli yerlərdə bitən mamırlar adətən torpağı yaşıl xalı kimi örtür. Gördüyümüz kimi mamırdır. Bax, bu bitkilərin erkək və dişi bitkiləri ayrı-ayrı olur. Və erkək dişi qametlər əsasən ayrı-ayrı mamır bitkiləri üzərində inkişaf edir. Bu erkəkdirsə, erkəkin üzərində erkək qametlər inkişaf edəcək. Dişi bitkinin üzərində də dişi qametlər inkişaf edir. Fikir verin, bax, bu dişidir, bu da erkəkdir. Üzərində bax, belə qametlər əmələ gəldi və nə baş verdi? Burada deyəcəyik ki, mayalanma prosesi gedəcək. Mayalanma prosesi necə gedir? Hər iki deməli yetkin bitkinin üzərində əmələ gələn qametlər birləşdi. Erkək qametlər özü su vasitəsilə gedir. Mütləq su damcısı düşməlidir. Erkək bura sıçradacaq həmin bu spermatozoidi. Spermatozoidlər gəlib töküləcək hara? Dişi bitkinin üzərinə. Və burada mayalanma prosesi getdi. Mayalanma getdikdən sonra mamır bitkisinin üzərində ayaqcığı olan qutucuq inkişaf edəcək. Bax, belə bir ayağı var, ayaqcığın üzərində qutucuq inkişaf edir. Və bu qutucuğun da içərisində sporlar yetişir. Fikir verin, sporlar düşəcək torpağa, cücərti əmələ gətirəcək. Bu cücərtinin adı protonema adlanacaq. Bu protonemadan da yetkin mamırlar inkişaf etmiş olacaq. Dərsliyimizdə yazır, erkək qametlər su vasitəsilə dişi bitkinin üzərinə yumurta hüceyrə ilə birləşir. Mayalanma nəticəsində dişi bitki üzərində əmələ gələn zigotdan ayaqcıqlı qutucuq inkişaf edir və qutucuqda yetişən sporlar tökülür, rütubətli torpağa düşdükdə cücərir. Nazik yaşıl sap şəklində mamırın ilk cücərtisi protonema. Bax, görürsünüz, bayaq biz qıcılarda protal dedik, amma burada protonema deyirik. Sonra protonemadan cavan mamır bitkisi inkişaf edir və həyat dövrü tamamlanır. Bir də deyirəm, deməli yetkin bitkilər oldu. Yetkin bitkilərin üzərində nə inkişaf etdi? Yəni erkəkciyi və dişiciyi ayrı olan bitkilər, 2 dənə yetkin bitkinin üzərində erkək qametlər, dişi qametlər əmələ gəldi. Erkək və dişi qametlər nəyə bərabər oldu? Zigota əmələ gəldi. Bu zigotdan da nə inkişaf edəcək? Bitkinin üzərində ayaqcıqlı, yəni ayaqcığı olan qutucuq. Bu qutucuqdan nə inkişaf etdi? Qutucuğun da içərisində sporlar yetişdi. Sporlar düşdü torpağa, spordan protonema inkişaf etdi. Və protonemanın da üstündə yetkin həmin bu bitkilər inkişaf etmiş oldu. Gördüyümüz kimi, deməli, 2 dənə yetkin bitki ayrı-ayrı üzərində erkək və dişi qametlər əmələ gəldi. Onlar birləşdi, zigot əmələ gətirdi. Zigotdan ayaqcığı olan qutucuq inkişaf etdi. Onun içərisində sporlar yetişdi. Spor düşdü torpağa, cücərti əmələ gətirdi. Bunun adı protonema adlandı və protonemanın da üstündən 2 dənə yetkin bitki inkişaf etmiş oldu. Bu da mamırların çoxalma prosesi
Buradakı düşün, müzakirə et, paylaşır da baxaq. Bir illik və çox illik bitkilər nədir fikrinizi əsaslandırın. Elə bitkilər var ki, onlar məsələn bu il deyək ki, torpağa düşdü, becərdi, böyüdü və məhv oldu, getdi. Amma 2 illik, çox illik bitkilərdə isə belə deyil. Çox illik bitkilər, yəni mütəmadi olaraq məsələn ağaclar ətrafımızda görürük ki, hər il bar verdi, yenidən qurudu, yaz gəldi, yenidən cücərdi və bunlara isə çox illik bitkilər deyirik. Bitkilərin həyat dövründə cinsi nəsil və qeyri-cinsi nəsil növbələşir. Bu nəsillər çox vaxt morfoloji, bəzən isə xromosom baxımından fərqli olur. Gametofit nəsil adlanan cinsi nəsil gametlər, sporofit nəsil isə cinsiyyətsiz sporlar əmələ gətirir. Mamırların həyat dövründə gametofit nəsil, qıcılar, çılpaq toxumlu və çiçəkli bitkilər isə sporofit nəsil üstünlük təşkil edir, yəni dominantdır. Bax, burada gördüyümüz mamır və qıcı bitkisinin üzərində də biz bunu görə bilərik. Tutaq ki, gametofit niyə deyirik? Yetkin bitkinin üstündə gametlər əmələ gəldi. Amma bayaq biz qıcıda isə bunu görmədik. Vaxt fikir verin, yetkin qıcı bitkisinin üstündə gamet əmələ gəlmirdi. Bunun üstündə spor əmələ gəlirdi. Gametlər harda əmələ gəldi? Protalın üstündə. Ona görə də biz yetkin bitkiyə dedik sporofit, amma mamırlara isə deyəcəyik gametofit nəsildir. Bax, bunu yadımızda saxlayırıq. Sonra dominant nə deməkdir? Üstünlük, yəni sporofit nəsil üstünlük təşkil etdiyinə görə ona dominant adı vermiş olduq. Müzakirə edin, sizcə çiçəkli bitkilər, qıcılar, mamırların həyat dövrünün hansı mərhələsi və mərhələləri cinsi nəslə aid edilir? Fikrinizi əsaslandırın. Yəni, üzərində gametlər əmələ gəlirsə, biz burada artıq cinsi nəsli görürük. Gametlərdən də nə əmələ gələcək? Təbii ki, birləşməsi nəticəsində zigot və zigotdan da yeni bitki inkişaf etmiş olacaq. Nə üçün çılpaq toxumların həyat dövründə tozcuq və yumurtacıq gametofit nəsil hesab olunur? Çünki onlardan deməli, toxumların yaranması üçün mütləq ki, tozcuq və yumurtacıq mayalanmalıdır və onlar ayrı-ayrılıqda gamet sayılır və onun üçün də biz onlara gametofit nəsil demiş olacaq. Çiçəkli bitkilərin çoxalmasına görə çılpaq toxumlu bitkilərdən necə fərqlənir? Təbii ki, biz dedik ki, çiçəkli bitkilərdə 2 qat mayalanma getdi, amma çılpaq toxumlarda 2 qat mayalanma olmur. Havanın quru və yağışsız keçməsi hansı bitkilərin həyat dövrü üçün təhlükəli ola bilər? Təbii ki, suda, yəni suyun vacibdir də iştirakı onların çoxalmasında, mamırlarda, qıcılarda vacibdir. Ona görə də onlar üçün təhlükəli ola bilər. Nə üçün bitkilərin həyat dövrünü dairəvi sxem şəklində təsvir edirik? Çünki dedik ki, sanki bu bir dövrədir, bu dövrə tamamlanmalıdır. Yəni, biri-birinin davamıdır deyə biz onu bir xət boyunca yox, tam dairə formasında təsvir etdik. Mamır bitkisinin həyat dövrünün mərhələləri belədir. Deməli, necə oldu? Dişi bitki, erkək bitki, onların üzərində erkək gamet, yumurta hüceyrə əmələ gəldi. Mayalanma getdi. Mayalanma getdikdən sonra ayaqçığı olan, yəni qutucuq inkişaf etdi. Qutucuğun içərisindən spor inkişaf etdi, yəni spor əmələ gəldi. Sporlar düşdü torpağa, protonemanı əmələ gətirdi. Mərhələləri düzgün ardıcıllıqla yerləşdirməklə mamır bitkisinin həyat dövrünün sxemini çəkin. Yəni, bunları özünüz dəftərinizə mütləq çəkin. Ondan sonra tam aydın olmuş olacaq. Yoxsa belə çətin olacaq. Yəni, yadınızda saxlaya bilməyəcəksiniz.